Arada Nahidlə maşın videolar çəkirik. Bizim videoqrafın ən sevdiyi kontenti çəkməkdən zövq aldığı, videoları editləmədən zövq aldığı. Elə qabağımdakı maşın haqqında istəyirəm biraz danışım. Bu 2022-23 Elantralardır, 21-dir. Və bu hal-hazırda bu avtomobildən bir ədəd bizim özümüzdə var. Hansı ki gətirmişik, təmirə vermişik və bu avtomobillər 22, 23, 24 min AZ'in bu civarda gəlir və avtomobilin vəziyyətindən asılı olaraq qiymət dəyişir. Amma belə bir söhbət də var ki, Bakı bazarından kifayət qədər fərq yaradır bu avtomobil və Bakı bazarında satışı 28, 29, 30, hətta 31 minə belə qoyan var. Düzdür, onun müştərilərin onun 2 motoruna var. Çin maşınına bax. Bu Çin maşınları bildiyin evakuatorda gedir. İndi sən Elantra sürsəydin, belə evakuatorda getmə, qəza eləyib, mən də deyirəm. Nəyə görə? Allah köməyin olsun. Yəni onu demək istəyirəm ki, ümumiyyətlə mən Çin maşınlarından xoşum gəlmir. O maşınların 1.6 hibridi var, bir də 2 sadə motoru var. Mən 2 sadə motorunu daha çox xoşlayıram. Çünki 92 ilə işləyir, dözümlü mühərrikdir, bilinən mühərrikdir. 1.6 hibridlərdə həm ekonomdur, həm bloku var, yəni yerindən yaxşı götürülməyi var. Belə maşın sürənlərdə qəza vaxt bellərinə görə onu sürməni var. Niyə elə maşın sürürsən? Nəsə əsəbləşdim.